Bir dükanın var, ticarət eləyirsən, ona arxayın olsan, o dükana arxayın olsan. Məsələn, adam var da deyir ki, bu dükan yaxşı yerdədir. Yaman yerinə görə pul qazanıram. Adam var deyir, məsələn, mən yaxşı mal vurub gətirirəm. O dükana arxayın olsan ki, ruzin elə bilirsən ki, o dükana görə gəlir. Allah sənin ruzunu azaldar. Ruzunu azaltmaz, bərəkətini azaldar. Baxarsan, bütün günü qaçırsan, çalışırsan, ortada ciddi bir şey yoxdur əslində. Bir dükana sığınmaq, bir dükana arxayın olmaq, hünərvə arxayın olmaq ki, mən bu ticarəti yaxşı bilirəm, mən bacarıram, bu mənim zəhmətimə görədir, mənim istedad qabiliyyətimə görədir, mənim təcrübəmə görədir, mən daha illərlə də bu işi görürəm, təcrübəm var. Bu şeylərə arxayın olmaq insanı zərərə salar. Zərər də həmişə bu deyil ki, pul qazanmazsan, qazanarsan, amma bərəkətsiz pullar qazanarsan.